Atadan başına hadisə haqqında danışırıq. Ay oğul, bütün sahibkarların nəzərinə çatdıraq ki, təzə maşinlər meydana çıxıb, restoranlara girişiblər. İndi də kebab sifariş verirlər. Kebab hazır olma deyir ki, gələ bilmirik. Taksi ilə göndərik, adres verirlər ki, evə göndərin, filan evə nömrəyə gedin, bir yalan adres verirlər. Deyir ki, kartı var da bir 30 manat, 40 manat pul var, evdən pul verəcəklər. Deməli, belə oldu da hadisə. Kebab hazır olanda, kebab hazır. Biz əslində kebabın pulunu əvvəlcədən alıb sonra hazırlayırıq. Deyəndə burada sən getmə, haran çəkin. Biz əvvəlcədən kebabın pulunu hazır olmamışdan alırıq, sonra veririk. Deməli, bunlar elə danışır adamdan, adam pulu istəməyə utanır. Ata danışır, istəməyə utanır pulu. Kebab hazır olanda gəlib özləri götürəsirik. Dedilər ki, tanış taksiyə qoy göndər. Dedim, tanış taksi yoxdur. Dedim, pul nağdır, nağd şəkili verin. Tanış taksi yoxdur. O üçün kebabı özdə yaxın, obyektə yaxın bir yer dedilər. Orada özüm apardım. Yolda mənə zəng edirlər ki, qardaş, sənə əziyyət, bizə xəcalət, 2 dənə təndir çörəyi al, başım qatdılar belə telefonda söhbətlə. Sonra dedilər, bir dənə sənə zəhmət gir oradan, bax gör bizim internetə bitməsinə nə qədər vaxt qalıb. Mənə gipnozlayıblar, misli hesabına girdim. Misli hesabını yazdırdı, ad soyadını dedi ki, belə gələcək. Qardaş, sənə üstündə xırda pul götürdülər. Deyirlər, bizdə 200 manatdır, xırda pul götür. Üstündə sənin pul var da, ona bir 25 manat vur. Dedim, 25 yox. Dedi, 20 vur. Misli hesabına pul vurdurmaq istədi. Düzdür, mən pulu vurmadım. Hər nəysə, yəni nömrələrini deyirəm sahibkarların nəzərinə. 077 365 33 38. WhatsApp-da yazdığı nömrə budur. Zəng elədiyi nömrədə 077 565 33 39. Özünü İlqar həkim kimi tanıtdı. Göz Zərif Əliyeva göz klinikasında işləyir. Yəni bütün sahibkarların nəzərinə bu nömrələrdən zəng gələrsə diqqətinizdə olsun. Aldanmayın.